Hansı başqa faktorlara baxmaq lazımdır? Burada hesabın yaşı da, account age minimum 3-6 ay olsun. Bəzi treyderlər, master accountlar, onlar belə bir hiylə işlədirlər. Onlar çalışırlar çoxlu riskli treytlər etsinlər. Hətta bir neçə accountdan bəzi olur və onlar yaxşı nəticə göstərirlər. Yəni onundan misal üçün ikisi yaxşı nəticə göstərir və orada dalğa effekti yığılaraq siz investisiya edirsiniz, başqa biri görür investisiya edir, orada məbləğ görülənə qədər investisiya, hamı başlayır investisiya eləməyə və burada uduzanda trader sizin vəsaitinizi geri qaytarmır. Udanda isə siz ona komissiya verirsiniz. Heç nə, yəni depozit yağandan sonra o öz gəlirinə götürsə belə yeni bir account yaradacaq və davam edəcək. Ona görə bizə lazımdır ki, bu master dayanıqlı olsun. Mən burada 3-6 ay yazmışam. Yəni ki, maksimum nə qədər çox olsa göstəricisi, ümumiyyətlə treytlər olubsa, o qədər yaxşıdır. 1 ay, 2 ay ona aldanmayın. Bu ən vacib məqamlardan biridir. Baxmalısınız ki, neçə vaxtı artıq master platformada trade edir